Yasamal rayonunda Bünyad Sərdarov küçəsində ideal bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir, yerləşir Bünyad Sərdarov küçəsində, İçərişəhər metrosunun yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 183 kvadrat olan qanuni 3 otaqlı padmayak, yəni təmirsiz mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi İçərişəhər metrosunun tam yaxınlığında yerləşir. Binanın qazı, suyu, işığı daimidir. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır. Sonda qiyməti deyəcəyəm, sonra da izləyin ki, qiymət haqqında tam məlumatınız olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonu, Bünyad Sərdarov küçəsində, İçərişəhər metrosunun tam yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 183 kvadrat olan qanuni 3 otaqlı, təmirsiz, yəni padmayak bir mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Dəyərli izləyicilər, bu mənzilin yerləşdiyi ərazi, yəni binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi, İçərişəhər metrosunun tam yaxınlığında yerləşir və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Mənzilin sənədi kupçadır, əvvəldə də bildirdiyim kimi 183 kvadratdır, 3 otaqlıdır, qiyməti 615 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Hövsanda təcili olaraq 3 ev, 1 evin qiymətinə satışa çıxarıldı. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak həyət evidir, yerləşir Hövsanda 3 sotun içində tikilmiş 3 ədəd evdir. Birinci ev haqqında hal-hazırda sizə məlumat verilən birinci ev 8 daş kürsülüdür, 3 otaqlıdır, 1 zal və 2 yataq otağından ibarətdir. Əlavə olaraq həyətində bir maşınlıq yeri var, balaca bağı var, açıq balkonu var, həyətdə ehtiyat su quyusu var, artizan quyusu var, ev əşyaları ilə birlikdə satılır. Telefonu, interneti, kombisi, qazı, suyu, işığı daimidir. Həyətdə əlavə olaraq 2 dənə də tikili var, biri 1 otaqlıdır, biri 2 otaqlıdır. Bunların da hər ikisi hal-hazırda kirayədədir. Hər birinin də qapısı küçəyə açılır, yəni evin həyətinə açılmır. Hər birisinin hündürlüyü 2 metrdir. 2 otaqlı kirayə evin polu var, 1 otaqlı polsuzdur. Otaqlar kirayəyə verilibdir. 1 otaqlı 150 manata, 2 otaqlı 200 manata hal-hazırda kirayədədir. Bu evlərdə əşyaları ilə birlikdə satılır. Yəni 3 evin hər birisi bir yerdə olmaqla qiyməti 66 min manatdır. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu həyət evi yerləşir Hövsanda,
3 sotun içində tikilibdir. Birinci ev 8 daş kürsülü, 3 otaqlıdır. 1 zal 2 yataq otağından ibarətdir. Əlavə olaraq həyətində bir maşınlıq yeri var. Bir balaca bağı var, balkonu var açıq. Ehtiyat su quyusu var, artezan quyusu var. Ev bütün əşyaları ilə birlikdə satılır. Evin isitmə sistemi kombidir, qazı, suyu, işığı daimidir. Əlavə olaraq həyətdə 2 dənə tikili var ki, bunlardan biri 1 otaqlı, biri 2 otaqlıdır. Bunların da hər birisinin qapısı küçəyə açılır və hər birisi hal-hazırda kirayədədir. Dəyərli izləyicilər, bir daha xatırladıram, qiymət 66.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni yasamalda 3 otaqlı mənzil 2 otaqlı mənzilin qiymətinə təcil olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində həm Məhəmməd Xiyabani, həm də Əsəd Əhmədov küçəsinə çox yaxın bir ərazidə yerləşir. Hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 123 kvadrat olan qanuni 3 otaqlı mənzildir. Lift qapısının ağzına kimi qalxır, mansard deyil. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Məhəmməd Xiyabani, həm də Əsəd Əhmədov küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Həm Məhəmməd Xiyabani, həm Əsəd Əhmədov küçəsinə çox yaxın bir ərazidə yerləşən hündür mərtəbəli binanın sonuncu mərtəbəsində. Ümumi sahəsi 123 kvadrat olan qanuni 3 otaqlı mansard olmayan bir mənzildir. Lift qapısının ağzına kimi qalxır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 180.000 manatdır. Əvvəldə də bildirdim ki, hal-hazırda Yeni Yasamalda bu qiymətə 2 otaqlı, təxminən 70-75 kvadratlıq mənzillər təklif edirlər. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu ATV telekanalının yaxınlığında təcili olaraq qanuni 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində ATV telekanalının yaxınlığında yeni inşa olmuş hündür mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 133 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Bina Şərifzadə küçəsində yerləşdiyi üçün bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın
Şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda, Şərifzadə küçəsində, ATV telekanalının yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 133 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Çox gözəl bir mənzərəsi var. Mənzərəsi Qanlıgölədir və Şərifzadə küçəsinə də çox gözəl bir mənzərəsi var. Yerləşdiyi ərazi Elmlər metrosuna, İnşaatçılar metrosuna, Asan xidmətə və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 285.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. İsitmə sistemi kombidir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.